Mən 35 ildir bu ünvanda yaşayıram. Evimizin çıxarış sənədi var. Melisa Park şirkəti ilə heç bir razılığımız olmayıb. Qonşularımızla danışıblar. Onlara söküntüyə görə istədikləri qədər ödəniş ediblər. Bizə də müraciət edəcəklərini gözləmişik, lakin heç bir danışıq olmayıb. Bu fikirləri Oxazı açıqlamasında Yasamal rayonu Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elnarə Hacıyeva deyib. O bildirib ki, 2024-cü il dekabrın 24-də üzərində oğlumun, yəni ev sahibinin adı, içində isə Məlahət Hacıyevanın adı qeyd edilmiş bildiriş məktubu almışıq. Orada bizim evə 173 min manat qiymət, evi boşaltmağımız üçün də 10 gün vaxt verilib. Oğlum həmin gün məktubu təkzib edərək geri göndərib və şirkət nümayəndəsi Tural Vəliyevlə danışıb. O da oğluma bildirib ki, bu formal məktubdur, alınan bütün evlərin sahiblərinə göndərilib, danışıqlar davam edəcək. Elnarə Hacıyeva vurğulayıb ki, problemlər bundan sonra başlayıb. Ay eşek! Həmin gündən evin hər yanında ağır texnika ilə işləyir, evə təzyiq göstərirlər. 3 yaşında nəvəm stolun altında yaşayır. Evdə 5-6 ballıq zəlzələ hiss edirik. Hər ailə üzvümüz evdə zəlzələ çantası saxlayır. O deyib ki, dünən saat 17:30-da üzündə maska olan şəxs evin yaxınlığında ekskavator saxlayıb. Adam maska geyinmişdi. Oğluma tapşırdım ki, nəvəmi evdən çıxarsın. Biz 4 qadın və oğlum gecəni yatmadıq. Gecə saat 4-də işığımızı kəsdilər. Həyətə çıxıb baxdıq ki, kanalizasiya xəttini də dağıdıblar. Həmin vaxt Prezident Administrasiyasına, Azərişıq Açıq Səhmdar Cəmiyyətinə, Daxili İşlər Nazirliyinə müraciət etdik. Kameraları deaktiv etmişdilər. Qadın əlavə edib ki, evin uçurulması bugün saat 10:30-da baş verib. Səsə baxdım ki, ekskavator sürən maskalı oğlan və bir də nəzarətçi dayanmışdı. Sonra anidən səs qopdu. Mən qışqırdım ki, evdəyik, amma uçurdular. Hadisə zamanı onkoloji xəstə olan bacımın qoluna daş düşdü. Mənim isə şüşə qolumu kəsdi. Aşağı düşüb ekskavatorun qarşısında dayanıb dedim, etmə, mən sənin anan yaşındayam. Ekskavatorun çömçəsini başımın üstündə saxladı, sonra geri çəkib sürətlə uzaqlaşdı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həmin tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.